Heç özünüzü boşluqda hiss eləmisiniz? Həyata niyə gəldiyinizi, niyə burada olduğunuzu və niyə bacarmadığınızı sorğulamısınız? Bu da çox bir şeyi bacarmayanda, bunu bacarıqsız olanda, özünüzü bacarıqsız kimi adlandıranda bu baş verir. Və niyə bacarmadım? Niyə o oldu, mən olmadım? Çox sualdır. Yəni, çox baş verir. Ən çox, məsələn, imtahanlarda olur, stres keçirirsən, görürsən ki, məsəl üçün, o yaxşı bal yığdı. Əgər sən bir insandan baxıb özünə örnək götürürsənsə, onu inan ki, bacara bilməyəcəksən. Çünki o sənin bacarığın deyil. Sən hələ özünü tanımırsan, öz bacardıqlarını bilmirsən. Nə etməli olduğunu bilmirsən, nədə yaxşı olduğunu bilmirsənsə, sən çətin hansısa bir imtahanda uğurlu olarsan və ya hansısa bir işdə uğurlu olarsan. Təkcə imtahandan getmir söhbət. Məsələn,